ki, yəni boğazdan önəmli sizin üzünüzdə. Yox, boğaza, yəni bəlkə bunlar belə qalxsa boğaza düşməsin. O hələ qalxmağa da onun o qədər mərhələsi var ki. O bir dəfə sizin o əllə göstərdiyiniz kimi qalxmaz. Əslində düzünü bilmək istəsəz, üzünüz əməliyyatlıqdır. Bəli, əgər o əlinizlə göstərirsinizsə, mən belə üz istəyirəm, o əməliyyat. Yox, darama da olmasa, yəni belə... Hə, amma belə tökülməsini mütləq və mütləq botoks eləməliyəm sizə. Full botoks. Mütləq ağız ətrafınız, yəni bax bu hissəniz dolmalıdır mütləq. Yanağınız mütləq və sonra ikinci mərhələdə üzünüzü buradan dartmalıyam. Olsun. İlk dəfə bugün üçün düşünürəm 690 manatlıq 4 qram dolğu full botoks da üstündə sizə hədiyyə. Onu eləyəcəm. Sonra mən sizi 15-20 gündən sonra botoksun korreksiyasında gözləyirəm. Onda da baxarıq, danışarıq sizinlə, buradan belə sizi lifting olsun. Olsun. Qızıma da baxın da sən qatamısın. Onda məsamələri var üzündə. Gəlmişkən yəni vermədi baxarsın. Onun nəsə var? Mənim 32. 32. Əslində sizin qızınızı hələ məsaməsini qoyuram bir qırağa. Yanağında düşməsi var və yanağında görürsünüz necə xətti var. İki yanağında da yəni cavan qızdır, amma onu çox yaşlı göstərir. Dərisi yağlı dəridir, yəni buradan görünür, ağır dəridir. Sizin qızınızın alnında baxın necə dərin qırışları var. Deyirəm Putini qıtlarının oxşayır. Yəni məncə bu sizdə genetikdir, yəni sizdə də elədir. Baxışı, mənə indi olub, bu il olub bunlar yaranı, məndə yox idi bunlar. Bu mənə baxanda mənim yaşıma görə, bunda tez yaranır burada. Yox, yanı barıdır, qızın alnında çox dərin qırışları var. Mən məsləhət görərəm ki, botoks eləyin ona da, alnına qırışlarına, sonra onun qaşları da qalxmalıdır. Onu istəyir onu. Mən nə görürəm deyə və yanağı. Hələ ki bunları eləsən, dərin, yəni üzün və hialuron turşusu özü də orqanizmə qəbul olunanda o da özü bir gözəllik verəcək, o da məsaməni yığacaq. Amma məsaməyə qaldıqda isə sən peelinglər elətdirə bilərsən. Yəni məsaməni yığacaq, amma səndə bir dəyişiklik etməyəcək. Sadəcə olaraq məsaməni yığacaq. Dediklərini qıza da eləyək bugün, yoxsa?